Hamıya salam. Gördüyünüz kimi hava güneşlidir və mən video çəkmək qərarına gəldim. 36 söz seriyasını davam etdirmək üçün. Həmçinin Ramazanın son günlərini yaşayırıq və 36 söz seriyasını ona görə çəkirəm ki, bu videoları çəkməkdə məqsədim nədir? Onu deyim. İlk öncə xatırlatma olsun. Birinci məqsəd elə xatırlatmadır özümə ki, danışdıqca öz qulağım eşidir və həyatım boyunca nə etməli olduğumu, həyatı necə yaşamalı olduğumu özümə xatırlatma edirəm. İkincisi, bu çəkdiyim videolara bir müddət sonra, müəyyən bir müddətdən sonra baxaraq bu sözlərə nə dərəcədə əməl etdiyimi görməkdir. Üçüncüsü isə insanlara az da olsa faydalı ola bilməkdir. Bu videoda olan sözlərin adlandırılması necədir? Nəyə görə həmin sözlər üçün bu adları seçmişəm? Bunların elə bir xüsusi bir tarixi yoxdur. Çünki ilk ağlıma gələn adı qoymuşam. Amma 2021-ci ildən 2026-cı ilə qədər müəyyən bir vaxt keçdiyindən həmin sözlərin adları öz mənalarını itirdi. Amma tərkibində müəyyən dəyişikliklər eləyərək strukturu saxladım. Və çalışıram ki, hər videoda fərqli konseptdən istifadə edeyim. Bu həm mənim üçün, həm də mənim izləyicilərim üçün, 18 dənə abunəçim üçün sıxıcı olmasın. Olmasın. Daha sonra bugün isə bu videoda danışacağım 19, 20 və 21-ci sözlər haqqında danışacağım. Və bu sözləri bir videoda birləşdirmək qərarına gəldim. Və burada da düz gəldi yanıma it. Get buradan. Get buradan. Və dediyim kimi hər videoda fərqli konseptdən istifadə etdiyimə görə bu videoda da bir fərqli eləmək istəyirəm və videonu gəzərək çəkmək istəyirəm. Başlayaq 19-cu sözdən. Bu sözün adını o bir otağa girmə kimi qoymuşam. Səbəbi nə idi? Çünki mən öz işimə odaqlanmalı idim. Elə bir dövrdən keçirdim ki, çətinliklər, sıxıntılar var idi və öz işimə fokuslanmalı idim. Buna görə də öz otağımda qalmalı idim. Digər bir otağa, evdə olan digər bir otağa keçməli deyildim. Hansı ki, həmin otaqda valideynlərim, qonaqlar və digər insanlar olurdu və orada mənə aid olmayan söhbətlər gedirdi. Mən də çalışdığım qədər həmin otağa girməməyə çalışırdım. Amma istisnalar var. İstisnalar nədir? Yemək yediyin zaman və yaxud hər hansı bir əşyanı götürmək istədiyində girə bilərdin. Bu belə. Daha sonra bu sözün ehtiva etdiyi digər bir məna qeybətdən, boş sözdən uzaq durmaq və eyni zamanda televizoru açmamaqdır. Yəni televizordan istifadə etməməkdir. Çünki televizorda da eyni zamanda orada da boş söhbətlər və mənasız insanlarla doludur. Eyni zamanda bu sözə digər bir şeylər də əlavə etmək olar. Nə əlavə etmək olar? Əlavə etmək olar ki, öz otağında müəyyən dizayn yarata bilərsən. Öz çalışma masan ola bilər. Yəni otağına bağlı qalan birisənsə, çalışma masan ola bilər və masanın üzərində lampa ola bilər. Gecələr dərs çalışmaq üçün, iş görmək üçün ola bilər. Daha sonra masan elektrik yuvasına yaxın yerləşə bilər ki, rahat istifadə edə bilərsən. Eyni zamanda kitab rəfin ola bilər, şkafın ola bilər və yaxud xırda əşyalarını yığmaq üçün qutun falan ola bilər. Və bu fikirlər də bu sözə aiddir. Eyni zamanda bura aiddir. Digər insanların evlərinə və ya otaqlarına girdiyin zaman qapını döymək və icazə almaq da bura aid oluna bilər. Bu sözdən bu qədər. E, 20-ci söz
ləzgi olduğunu unutma. Mən milliyyətim ləzgidir, amma heç vaxt milliyyətçilik etməmişəm, etməyəcəm də. Çünki mən ləzgi olaraq doğulmuşam, yəni ləzgi millətinin digər millətlərdən hər hansı bir üstünlüyü yoxdur. Və insanlar fərqli millətlərə ayrılıb, ona görə yox ki, onlar arasında ayrı seçkilik olsun, hər hansı bir millət özünü digərindən üstün tutsun. Ona görə millətlərə ayrılmışıq ki, bir-birimizdən ünsiyyət quraq, bir-birimizi tanıyaq. Eyni zamanda bu barədə Quranda da Hucurat surəsinin 13-cü ayəsində də qeyd olunur. Ayəni yazmışam, belə deyir: Ey insanlar, sizi millətlərə və tayfalara ayırdıq ki, bir-birinizi tanıyasınız. Aydındır? Yəni milliyyətçilik dində qadağan olunub. Allah qatında insanların ən dəyərlisi Allahdan ən çox qorxanıdır, yəni təqvalı olanıdır. Və biz də belə insanlardan olmağa çalışmalıyıq, təbii ki. Digər bir tərəfdən biz bilirik ki, hər millətin öz dili var. Ləzgi millətinin də ləzgi dili var. Mən uşaqlığım, doğulduğum kənddə keçdiyindən bu dili öyrənmişəm və bu dili bilirəm və nəyə görə də bu dili itirim? Yəni yavaş-yavaş yadımdan çıxsın və buna görə də çalışıram ki, ətrafımda tanıdığım insanlarla ləzgi dili bilən insanlarla ləzgi dilində danışım və təbii ki, bu Azərbaycanlıların çox olduğu bir məclisdə mi deyim, bir ortamda mı deyim? Yox, təbii ki, bu düzgün bir yanaşma deyil. Təsəvvür edin ki, ətrafda Azərbaycanlı dostlarınız var və onların arasında bir nəfər ləzgidir və siz həmin insanla ləzgi dilində danışırsınız. Və bu, həmin Azərbaycanlılara qarşı olacaq bir hörmətsizlikdir. Və qayıdım əsas məsələyə, ləzgi dilində danışmaq lazımdır ki, ləzgi dilini itirməyim və yaxud tat olan da tat dilini itirməsin deyənə ətrafında olan tat insanlarla və yaxud fərqi yoxdur, hər hansı bir millətdən olan insanlarla, həmin dildə ünsiyyət quran insanlarla danışmalıdır ki, öz dilini unutmasın. Və həmçinin belə bir insan yoxdursa ətrafınızda, ən azından hər hansı bir şeyi beyninizdə fikirləşərkən və yaxud öz-özünüzlə danışarkən bu dildə fikirləşə və yaxud danışa bilərsiniz. Bu sözdən də bu qədər. 21-ci söz heç kimdən telefon istəmə sözüdür. Mən müəyyən bir vaxt telefonsuz qalmışam və telefon ehtiyacımı qarşılamaq üçün müəyyən insanlardan telefon istirdim ki, boş və mənasız işlərə görə oyun oynamaq və yaxud musiqiyə qulaq asmaq və s. Hətta yadıma gəlir ki, universitet vaxtında bir neçə il telefonum olmayıb və indi fikirləşirəm ki, bunun elə bir ciddi bir əhəmiyyəti də yox idi, yəni olmamalı idi daha doğrusu. Və mən həmin vaxtlarda qrup yoldaşlarımdan telefon istirdim, şəkil çəkmək üçün, mahnıya qulaq asmaq üçün, oyun oynamaq üçün filan bu cür xüsusiyyətim var idi. Sonradan düşündüm ki, bu artıq lazımsız bir xüsusiyyətdir və həmin dövrdə 2021-ci illərdə, o civarlarda bu xüsusiyyətimi tərk etmək istədim və bu sözü siyahıma əlavə etdim. Və hal-hazırda da telefonum var. Ona görə bu sözün adını saxlamaq şərti ilə tərkibini dəyişdim. Telefon olmasın, digər bir əşyalar olsun. Məsəl üçün, sənə lazım olmayan bir şeyi hər hansı bir dostundan, tanışından istəmək. Məsəl üçün, kiminsə motosikleti var və yaxud sən həmin insandan bir dövrə, yəni bir kruq vurmaq üçün motosiklet istəyirsən və olacaq hadisələri bilmədiyindən sən onu elə bilirsən ki, hər şey qaydasında gedəcək. Amma sən, məsəl üçün, həmin motosikleti idarə edə bilmirsən, sadəcə həvəsin var sürməyə. Alırsan, sürürsən, ola bilsin ki, hər hansı bir hissəsini xarab elədin və qalır üstündə. Bu bir tərəfi, digər bir tərəfdə motosiklet sürmək təhlükəlidir və yaxud bu digər əşyalara da aid ola bilər. Eyni zamanda deyə bilərik ki, məsəl üçün, kimisə
telefonuna, marşrutda yaxud digər bir yerdə boylanıb baxmaq olmaz qəti bir şəkildə. Eyni zamanda kimisə telefonunu ev əhli olsun və yaxud qardaşın olsun, atan olsun, ana olsun, onların telefonlarına, yazışmalarına baxmaq olmaz. Bu da etik cəhətdən düzgün deyil. Yəni bu sözlərdən bu qədər. Bunları nəyə görə belə hər dəqiqə başı aşağı baxıram? Çünki bunları qeyd etmişəm, xırda qeydlər etmişəm. Düşündüyüm qədər uzun olmadı video. Məndən bu qədər. Özünüzdən müğayət olun. Heç kimə icazə verməyin ki, sizi doğru yoldan azdırsın. Allaha bağlı qalın, sağ olun. Görüşmək ümidi ilə.